Avropa İttifaqının Daxili İşlər Nazirləri Avropa İttifaqına giriş-çıxış sistemi tətbiqinin yenilənmiş müddətlərini dəstəkləyiblər. Avtorizasiya sisteminin mərhələli şəkildə 2025-ci ilin oktyabr ayından etibarən işə salınması planlaşdırılır. Eyni zamanda Avropa İttifaqının biometrik məlumat bazası yenilənəcək. Xüsusilə Avropa Səyahət və Avtorizasiya Sistemi 2026-cı ilin son rübündə istifadəyə veriləcək. Məlumat üçün bildirək ki, giriş-çıxış sistemi Avropa İttifaqının təşəbbüsüdür və məqsədi sərhəddə qanunsuz miqrasiyanın və vizasız rejim qaydalarının pozulmasının qarşısını almaq, həmçinin təhlükəsizlik və sərhəd nəzarətini gücləndirməkdir. Sözü gedən sistemin əsas vəzifəsi qısa müddətli səfərlə Avropa İttifaqına daxil olan vətəndaşların giriş-çıxış və qalma müddətini avtomatik qeydə almaq və izləməkdir. Yeni qaydalar 3 sənədə şamil olunacaq.